Salam əziz izləyicilər. Biz keçən söhbətlərimizdə Quranın toplanması ilə bağlı danışdıq və dedik ki, Həzrəti Əli əleyhissalam Quranı Peyğəmbərdən sonra Peyğəmbər Həzrəti Əliyə vəsiyyət eləmişdi və Həzrəti Əli əleyhissalam Quranı 6 ay ərzində cəm eləmişdi. Və biz qeyd elədik ki, ümumiyyətlə Quranın toplanması, yəni kitab şəklində olması ilə bağlı fərqli fikirlər var, nə vaxt kitab formasında olması ilə bağlı. Bəzi alimlər deyirlər ki, elə Həzrəti Peyğəmbərin dövründə kitab formasında idi. Yəni fərqi yoxdur, istər Əhlüsünnə, istər Şia alimləri, yəni bu fikirdə fərqli fikirlər irəli sürüblər. Bəziləri deyirlər ki, elə Peyğəmbərin dövründə kitab formasında idi və elə birinci surə elə Fatihə surəsindən başlayırdı. Yəni hansısa bir sahabənin müdaxiləsi ilə başlamamışdı. Bəziləri də deyirlər ki, yox, Həzrəti Peyğəmbərin dövründə Qurani-Kərim yazılmışdı, amma kitab formasında deyildi. Və Həzrəti Peyğəmbər dünyasını dəyişəndən sonra Qurani-Kərim kitab formasında toplandı. İndi bu fikri irəli sürən alimlərin hərəsinin özlərinə məxsus dəlilləri var. Bizim o dəlillərlə işimiz yoxdur. Və Quranın Peyğəmbərdən sonra Quranın toplanması ilə bağlı bəziləri, bir qism həmin bu düşüncədə olan şəxslər deyirlər ki, Quran 2 dəfə cəm olub. Bir, Həzrəti Əli əleyhissalam tərəfindən ki, keçən söhbətlərimizdə onunla bağlı danışdıq. Və bir də birinci xəlifə Əbu Bəkirin tapşırığı ilə toplanan Quran. Ki, Əbu Bəkir tapşırıq verdi, əmr verdi ki, bəs Qurani-Kərim kitab formasında toplansın. Və o vaxtı Peyğəmbərin dövründə Müseyləmə adında bir şəxs gəlir, Yəmamə məntəqəsindən. Həzrəti Peyğəmbərin yanına gəlir, özünü iman gətirmiş kimi göstərir və qaydanda mürtəd olur. Yəni etiraf edir ki, mən iman gətirməmişdim, mən Həzrəti Peyğəmbərə məktub yazır ki, mən də sənin peyğəmbərliyində şərikəm. Yəni mən də peyğəmbərəm, ikimiz də şəriki, gəl şərikinə iş quraq da belə bizim indiki müasir nədirsə karyera quraq. Həzrəti Peyğəmbər də ona Kəzzab adı vermişdi, yalan danışan. Müseyləmə Kəzzab, elə tarixdə də bu formada gedir həmin şəxsin adı. Və Həzrəti Peyğəmbərin ölümündən bir il, bir neçə ay sonra Yəmamə döyüşü baş verir. Və həmin döyüşdə çoxlu sayda sahabələr şəhid olur və 70-ə yaxın Quran qarisi şəhid olur. Və həmin bu hadisənin baş verməsində Ömər İbn Xəttab, ikinci xəlifə gəlir Əbu Bəkirə, deyir ki, bəs qarilər, hafiz-i Quranlar dünyasını dəyişib. Belə getsə, sonraki döyüşlərdə, sonraki müharibələrdə yavaş-yavaş qarilərin sayı azalacaq, yavaş-yavaş Quran yaddan çıxacaq. Və təklif edir ki, bəs gəl biz Quranı kitab formasında toplayaq və qoy Quran təhrifə məruz qalmasın da. Tarixdə qeyd olunur ki, Əbu Bəkir Sıddiq qəbul eləmir ki, yox, Peyğəmbərin sağlığında Peyğəmbər özü eləmədiyi şeyi mən niyə eləyim? Sonra axırda Əbu Bəkir razılaşır, Zeyd ibn Sabiti çağırır, Zeyd ibn Sabitə də bu təklifi irəli sürürlər və Zeyd ibn Sabitin rəhbərliyi altında Quran toplanma işi, toplanma prosesi baş verir və Zeyd ibn Sabit də Zeyd ibn Sabitin özü də hafiz-i Quran idi, Quranı əzbər bilirdi və o vaxtı tarixdə yazırlar ki, çoxlu sayda sahabələrin nəzarəti altında Qurani-Kərim toplanır, cəm olur.